Yaşad fondu ötən il 5 il ərzində şəhid ailələri və qazilərin müraciətlərini qəbul edib, onların reallaşdırılması istiqamətində ardıcıl iş aparılıb. Bunu Yaşad fondunun rəhbəri Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib. O bildirib ki, bu illər ərzində 18.566 nəfərin müraciəti təmin olunub, ümumilikdə 93 milyon manat vəsait xərclənib, 300-dən artıq yataq xəstəsi olan qazilər evlərində ziyarət olunub, məlumatlar toplanılıb, ehtiyaclar müəyyən edilib. 7 şəhid övladı üçün 5000 manat məbləğində depozit hesabı açılıb. Müraciət sayı 77.263 nəfəri əhatə edir. Müalicə məqsədi ilə ölkə xaricinə göndərilən şəxslərin ümumilikdə sayı 193 nəfərdir. Bunlardan 9 nəfər şəhid ailə üzvü, 184 nəfər isə bizim ağır yaralılarımız idi. Hal-hazırda bir ağır yaralımızın müalicəsi Türkiyə Respublikasında davam etdirilir.